Səni öldürürəm, şərəfsiz. Səsim eşitə gedir də. Bakırsınız, o çəkir, hələ siz ona baxırsınız. Bunu telefonunu alıp durmuşsunuz. Terbiyəsiz xanımın onu Nurlan Bey, gördün. Sən otur, vəsiqə müddəti bitib. Vəsiqə müddəti bitib, sən burada səsli yaparsın. vəsiqənin Dünənləri müddəti bələdiyyə bitib. seçkiləri idi. Beləliklə vəsiqəniz bitib, vəsiqənizin müddəti bitib. Əvvəla doğrudan da belədirmi? Hansı vəsiqədən söhbət gedir? Orada vəsiqə dedikləri şey bizim vəsiqələr vahid deyildi ya. Orada götürüb ilk tarixi yazılıb da 2024-cü ilin dekabrın 12-si səhv eləmirəmsə verilmə tarixi idi. Deyir ki, bu son istifadə tarixidir. Sən bizə burada şey deyirsən. Amma Məzahir Devam Pənahov deyirdi axı ki, fərq etməz. Yəni tarixi bitsə də iştirak edə bilərlər. O nə söhbət idi bəs? İndi valla Məzahir Pənahov çox gözəl insandır. Kaş ki, onun sədri olduğu ölkədəki seçkilərdə iştirak eləyərdi. Çox düzgün mövzulara toxunur. Hər zaman jurnalistlərin yanında olur Məzahir bəy. Yəni o insanın qabağını kəsirlər də. O insana şərait yaratsalar möhtəşəm olacaq. O yaxşıdır, ətrafı pisdir, başqa sözlə. O yaxşıdır, ətrafı pisdir. İndi bu hadisələrin fövqündə mənim şeyə burax. Birinci necə oldu? Gəlib deyirlər ki, səni buraxmırıq. Bəs polis çağırmışıq. Sən vəsiqən saxtadır, sən polisə təhvil verəcək. Dedim, bu səni zala buraxmır seçimə demiş. Dedim, hə, yaxşı, akt tərtib edirik. Mən də getdim, içərdən reportaj hazırlayıram. Bu dəfə dedilər ki, içərdən də reportaj hazırlayıram. Dedim, amma məni çölə də buraxmırsan, içərdə də şey eləmək istəyirəm. Bu Dillər Universitetidir, yoxsa? Dillər Universiteti Bəli. 26-cı məntəqə, 23 Ali Nəsibi Səbail seçki dairəsinin 23-cü məntəqəsi belə. Bu hadisələrin fövqündə polis də gəlmədi. Mən də çəkilişim elədim, getdim, amma revanş götürdüm də. Dedim ki, burada axşam seçim ümumiyyətlə 2 qaymaq vaxtı olur da. Bir gün ortaya qədər olan vaxtı. Əsas karşıl o vaxtı olur. Bir də ki, axşam saat 7-dən sonra sayım prosesdə. Dedim ki, bu sayım prosesində mən burada olacağam. Burada maraqlı epizodlar çıxacaq və təxmin elədiyim kimi də oldu. Bir neçə maraqlı epizod çıxdı. İndi Facebookda bunların hamısını paylaşmışam. İndi orada məsələ nədir? Orada şəbəkədilər, orada müşahidəçilər var və MNSK deyirlər də ona, məntəqə seçki dairəsinin. Onlar bir-birlərini tanıyırlar. Bir-birlərini tanıyırlar, iş yoldaşlarıdır, belə və misal üçün öz aralarında bölüşdürürlər. Bir hissəsi MNSK olur, orada nə bilim vəzifə tutur, o birisi də sadəcə müşahidəçi olur və bunlar hər hansısa bir konflikt zamanı birləşirlər və bunların ümumiyyətlə Azərbaycanın strategiya necədir? Kimsə misal üçün müşahidəçi, tam müstəqil müşahidəçi nəyəsə etiraz edir hansısa bir qanun pozuncusuna. Bu zaman o MNSK-nın əməkdaşları ilə o müstəqil müşahidəçilər də belə deyək də birləşirlər və 10 nəfər bir insanın üstünə çullanırlar. Başlayır hərəsi bir tərəfdən söz deməyə, bezdirirlər və o insanı məcbur edirlər ki, tərk eləsin də, yəni ərazini, yaxud da ki, sakit dursun, kənara çəkilsin. Bu da ki, elə bir şeydir ki, necə deyim sizə, Azərbaycanda seçki ilə bağlı istənilən təlimi keçirlər, bu situasiyadan çıxışla bağlı təlim keçmirlər ki, yəni sən belə bir situasiyaya çıxsan, nə edə bilərsən? Və bu da ciddi problemdir. Mən də eyni şey elədilər, üstümə gəldilər, mən də ki, yəni reportaj hazırladım, qəşəngdə bir şey çıxdı. Yəni Gəlin ardını Bəli. Gəlin ardını da izləyək. biri barəsində sizinlə danışmaq istəyirəm. Boynuma nə, o nə deməkdir? Şəhid xanımıdır, yox. Sən qaçıb gizləndə o şəhid xanımıdır. Yoldaş şəhid olub, olsa sən ona Əməlli çəkər. Şəhid ailəsi, başa düşürsən, deyəsən gəl otur boynumda. Sən ona danışırsın. Elə dedin. Valideyn belə deyirsən Rəhbəri sən. dedim mən. Başqa nə dedin? Gelin gəl, ayaq. Nəsibi Səbail seçki Yəni dairəsinin faktiki belə deyək də söhbət mən belə başa düşdüm ki, şəhid ailələrinə dəstək QHT-sinin rəhbərindən gedir ki, o seçki komitəsindədir, komissiyasındadır. Ümumiyyətlə biz seçkilərdə qazidir, nə bilim, şəhid ailəsidir və s. ona söz deyə bilməzsən. Biraz o haqqda bizə məlumat verərdiniz. Yəni bu seçim təsadüfdürmü? Yəni bilirsən
ki, belə deyək də, saxtakarlıq olacaq, bilirsən ki, kimlərdən istifadə edirsən. Yəni bu cür adamların önə çəkilməsi ilə bağlı sizin müşahidələriniz. Bilirsiniz burada məsələ nədən ibarətdir? Belə deyim də mən sizə. Nə bilim şəhid ailəsidir, qazidir, nə bilim bu adları Azərbaycanda belə tez-tez belə xoşlayırlar istifadə etməyi ümumiyyətlə. Yəni nə bilim biri gəlir deyir mənim sən yaşda uşağım var, biri gəlir hərə bir tərəfdən minnət vururlar və günün sonunda yəni bir insanın ailə üzvlərinin müharibədə həlak olmağı ona imtiyaz vermir ki, gəlib bizim başımıza çıxsın, gəlib seçki saxtalaşdırsın, bizim haqqımıza girsin. Yəni təbii haqlarımız var da, bizim doğuşdan bəri gələn haqlarımız var. O haqlarımıza yəni bu imkan vermir. Hə, şəhid ailəsidir, avtobusda yer verərəm. Yəni şəhid ailəsidir, xəstəxanada növbəmi verərəm. O da seçki səsimi də vermərəm də. Yəni niyə bu insan bunu fikirləşir ki, bu belə bir imtiyaz olmamalıdır. Yəni belə bir imtiyaz da yox. Yəni heç kimə də bu şey verməli deyilik. Hətta bir insan milli qəhrəmandırsa belə, onun haqqı yoxdur ki, bizim səslərimizi oğurlasın, bizim səslərimizi saxtalaşdırsın. Yəni ümumiyyətlə mən görürəm ki, həqiqətən ciddi bir Gördülər xahiş edirəm çıx bayıra. Mən belə başa düşürəm ki, işıqlandıran jurnalistlərin sayı xeyli aşağı düşüb, elə deyilmi? Yəni açığı mən öz tərəfimdən deyə bilərəm ki, mənə bu seçki bir çox maraqlı gəlmirdi. Yəni belə deyək də, seçkini maraqlı edən, onda iştirak edən namizədlərdir. Mən gedəcəm, gəlin, mənə dəstək olun, yol verməyək, saxtalaşdırma olsun və s. və bu cür ictimai dəstək yaranır, ictimai maraq yaranır bu seçki. Biz bələdiyyədə ümumiyyətlə bir seçki mühiti olmadı. Amma açığı mən biraz ətrafıma baxdım, bəlkə digər kanalların, bəlkə medianın hansı işıqlandırdığı materiallar çox azdır. İndi bir qismini burada göstərəcəm. Seçki məntəqələrində jurnalistlər nə qədərdir və bu necə təsir edirdi sizcə vəziyyətə? Belə deyim də, hal-hazırda rəsmi olaraq Azərbaycanda 25 media əməkçisi həbsdədir. Hətta Fərid İsmayılovun həbsi ilə bir yerdə 26 oldu bu siyahı. Bir o qədər media əməkçisinin üstündə cinayət işi var deyə hərəkət edə bilmir. Yəni bir o qədər media əməkçisi də repressiv rejimə görə ölkə xaricindədir. Tiflisdə məskunlaşıb yaxud da ki, Avropa müxtəlif şəhərlərində məskunlaşıb, oradan fəaliyyətlərini davam etdirməyə çalışırlar ki, nə zamansa vəziyyət düzələr, ölkəyə geri qayıdarlar. Belə bir hadisələrin fövqündə, yəni Azərbaycan çox balaca bir ölkədir də, yəni məntiq etibarı ilə. Yəni bu qədər jurnalist həbsdədirsə, bu qədər jurnalist təqib altındadırsa, bu qədər jurnalist könüllü sürgün həyatı yaşayırsa, ki mən də həyatımın bir dövrünü elə könüllü sürgü yaşayanlardan biri idim də. Tiflisdə fəaliyyətimi davam etdirdim. Yəni bu onsuz da seçkidən bir şey çıxmayacaq da, yəni nə reportaj çıxsın, yəni neçə yerə parçalana bilərik, neçə yerə bölünə bilərik. Yəni bir jurnalistin gün ərzində bir dənə maraqlı epizod tapa bilirsə, bu böyük şeydir. Yəni seçki dediyimiz çox ucağı bilinməyən bir şeydir də. Yəni hər yerdə hər şey təsadüfən baş gələ bilər. Yəni bu seçkilərdə heç bir jurnalist yoxdur. Bütün çöldə qalan həmkarlarımız çəkinirlər, qorxurlar. Yəni çox da əvvəlki qədər şey deyirlər də, yəni problem, konfliktdən qaçırlar ki, birdən polisə deyərlər, polis gələr, mənim də adım siyahıya düşər. Bundan qorxanlar var. Ümumiyyətlə istintaq altında olduğu üçün ümumiyyətlə istəməyən jurnalistlər də var ki, yəni bu iş daha dərinləşsin, onu da istintaqa cəlb eləsinlər də. Yəni belə problemlərimiz var. Ona görə də bu seçkilər belə sönük keçdi. Amma başqa ictimai fəallardan da 100-ə yaxın ictimai siyasi fəal hal-hazırda həbsdədir və bu da seçkinin aşağı səviyyəyə keçməyə səbəb oldu. Məsələn, mən xatırlayıram ki, neçə il əvvəl idi, 6 il əvvəl, yəni daha doğrusu 5 il əvvəl, 5 il 1 ay əvvəl, deməli 2020-ci ilin dekabrı. 19 dekabrı.
Dekabrın 19-da, bəli. O vaxt bələdiyyə seçkisində bir xeyli canlanma var idi. Məsələn, fəallar, jurnalistlər iştirak edirdi. Məsələn, Mehman Hüseynov iştirak edirdi. Gənclər var idi. Və faktiki olaraq belə deyək də, heç nədən nəsə yaradırdılar. Yəni bələdiyyə o zaman bələdiyyə olur ki, onun arxasında qüdrət dayansın, insanlar dayansın və onu işlətməyə başlasın. Bu dəfə isə iştirak edənlər də yoxdur. Məsələn, xatırla Mehman Hüseynov sonra belə deyək ki, həbs həyatı yaşadı. Azər Qasımlı həbsxanada, digər seçkilərdə iştirak edən nümayəndələr, onlar həbsxanada. Yəni bu özü də və nə qədər az adam iştirak edirsə, bir o qədər də saxtalaşdırma asandır. Yəni heç kəs yoxdur və s. nə bilim 1-2 nəfər Nurlan Librev və s. gəlir, nələrsə çəkməyə çalışır və s. Siz müqayisə edəndə əvvəlki seçkini nə gördünüz? Belə deyim də, 2019-cu ildə Azərbaycanda 180 siyasi məhbus vardı. Hal-hazırda 330 siyasi məhbus var. Və yəni son 5 illik zaman aralığında demək olar siyasi məhbus sayı 2 qat artıb. Və yəni bu artma tendensiyası da əvvəl əsasən İslamçıları və müxalifətçiləri tuturdularsa, son bir il yarımda ancaq vətəndaş cəmiyyəti nümayəndələrini və jurnalistləri tuturlar. Yəni kilid isimləri tuturlar. Və hətta mən iddia edirəm ki, Azərbaycan tarixində heç vaxt bu qədər nüfuzlu şəxs eyni anda həbsdə olmayıb. Yəni əvvəl də həbslər olurdu və hətta AMON-un vaxtı da olub. Siz daha yaxşı xatırlayasınız o dövrləri. AMON-çular həbs olunub, kimin üstə müsavatçılar həbs olunub, 300 nəfər, 400 nəfər həbs olunan vaxtlar olub. Amma aralarında bir neçə nüfuzlu şəxs olurdu, qalan sıravi üzvlər olurdu. İndi həbs olunan son il yarımda demək olar hamısı nüfuzlu şəxslərdir, ictimai siyasi əhəmiyyəti olan şəxslər. Ulduzlar, bəli, ulduzlar. Bəli. Yəni bu hadisənin fövqündə seçkinin hələ keçirilməyi, necə deyim, seçkidə müşahidəçi olan gənclərin olmağı onun öz böyük bir uğurdur ki, hələ də yəni ən çətin momentdə belə davam edənlər var. Ümumiyyətlə əslində qalsa dövlətin hesabladığı bu idi ki, ümumiyyətlə bu seçkidə heç nə olmayacaq, heç bir kadr çıxmayacaq. Yəni çünki yəni açığı bir o qədər kadr da yoxdur. Yəni onu da etiraf edək. Mən hətta belə deyək, digər media resurslarına da baxdım. Yəni orada da yoxdur. Yəni mən açığı bilmirəm, bu həvəsin, marağın, diqqətin olmaması ilə bağlıdırmı, yoxsa ki elementar resurs məsələsidir. Yəni deyək ki, məsələn Osman Qızı kanalı Bakıda müxbir saxlaya bilmir. Saxlasa o adamı həbs edəcəklər. Yaxud deyək ki, digər jurnalistlər nə qədər həbsxanada o chilling effekt deyirlər. Yəni birini tutursan, o birisində üşütmə, yəni digəri isə təbii olaraq ki bir narahatlıq keçirir və bunları etmək istəmir. Yəni faktiki olaraq bələdiyyə seçkisi mən əslində rəqəmləri sizə deyim. Yəni bilmirəm izləyicilərimizin kimsə bu seçkini gördümü? Deməli 16 mindən çox güya namizəd mübarizə aparıb. Və 700-ə yaxın bələdiyyəyə 8 mindən çox üzv seçiləcək. Yəni 8 min üzv bilmirəm, indi bu mən çətinlik çəkirəm demək, bu özünü buraxanlardırmı, köhnələrdirmi, təzələrdirmi? Yəni dediyim kimi bir maraq, ictimai maraq yoxdur. Maraqda hətta maraq olanda əgər saxtalaşdırılırlarsa, elə deyilmi? Maraq olur, nə qədər falsifikasiya görüntüləri, dəlilləri üzə çıxır və Məzahir Pənahov deyir ki, hər şey super keçdi. Bu yaxınlarda yenə bunu təkrar etmişdi. Dedi ki, Azərbaycanda ideal seçki. İdeala deyir, çox yaxındır Azərbaycandakı seçkilər. Bilmirəm, nəyi nəzər tutur ideal deyəndə? Kimə deyir o sözü ki, idealdır? Yəni saxtalaşdırma baxımından mı idealdır? Perspektivdən yanaşırıq da. Yəni bilirsiniz necə? Bu seçkinin fəlsəfəsi bundan ibarətdir ki, seçkidə səslərin saxtalaşdırılmağı belə olur ki, tutalım 1% məntəqədə adam iştirak eləyib, responentlərin 1% gəlib səs verib. Qalan 99%-in saxtalaşdırırlar da, belə deyək. Yəni qutunu da vərəqləri cırıb təzə vərəq yazmırlar ki, olan vərəqin üstünə əlavə vərəq qoyurlar da. Yəni bir dairədə
o qeydiyyatda olan şəxslərin 51%-i gəlib səs versə, yəni sən onun 49%-ni saxtalaşdırsan da, bu ümumi nəticəyə bir təsir olmur. Yəni o qutunu yandırmayacaqlarına görə, yəni kislota töküb şey eləyəsinə deyirlərsə, axırda çıxıb deməlidir ki, yəni 51% tutalım da X adam seçildi, 49% də Y adam seçildi. Hipotetik danışırıq da indi burada. Yəni burada seçkiyə hər zaman gəlməyən insanın səsi saxtalaşdırılır. Gələn insanın, iştirak edən insanın səsi heç vaxt saxtalaşdırılmır. Ona görə də seçki saxtalaşkarlığını qarşısını almağını ən əsas yolu insanları seçkinin əhəmiyyətinə inandırmaqdır. Təəssüf ki, bizdə də bu və ya digər səbəblərdən burada müxalifətin də günahı var, iqtidarın da günahı var. İnsanların seçkiyə inamı yoxdur. Yəni və bu da biraz lağ obyekti kimi baxırlar da, yəni ki, gülməli bir şey kimi. Əslində partiyalar həyatını seçkilər ətrafında qurur və qurmalıdır da. Sən bütün il boyu partiyanı xatırlamaya bilərsən, amma seçki gəlirsə ilk ağlına gələn partiyadır. Hansı partiya gedir, necə mübarizə aparacaq və s. Yəni bizim partiyaların da artıq belə deyək, kitabı bağlanıb. Yəni onlar onsuz da deyirlər ki, seçki yoxdur, heç lazım da deyil. Biz boykot etmişik, xalq boykot edib. Onda yəni vəssalam aydındır ki, seçki institutuna bir nə hörmət qalacaq, nə inam qalacaq. Və maraqlıdır, məsələn, qonşu Türkiyədə orada da bələdiyyə uğrunda seçkilər idi. Və biz gördük ki, necə dərin, ağır mübarizə getdi, necə xalq səfərbər olundu, çomağı ilə deməli durub seçki məntəqəsinə gələnlər, xəstə gələnlər, yəni adamlar fərqindədir ki, mən gəlirəm öz hakimiyyətim üçün. Bizdə isə olan qalan da əgər sən hörmət etmirsənsə və sən ictimai fəalların da inanmırsa buna, media yoxdursa gəlsin bunu işıqlandırsın, kimsə seçkiyə inanırsa ona da hücumlar olursa, yəni ideal bir şərait yaranır rejim üçün ki, çox yaxşı gedin hamınız evdə oturun, biz də istədiyimizi edək sizin yerinizə və seçki keçirək, seçkisiz. Bilirsiniz, institusional problemlər var, bəzi problemlər var ki, bu Azərbaycan tarixi ilə əlaqəli bir şeydir də, yəni gərək 90-cı illərə geri qayıdaq bu problemlərdən danışaq. Bəzi problemlər var ki, yəni geopolitikdir və seçki ilə bağlı əgər danışırıqsa. Bəzi problemlər var da bizim özümüzlə əlaqədardır. Yəni indi geniş bir perspektivdə məsələdir. Türkiyədə seçkilər niyə maraqla qarşılanır, yaxud da ki, Gürcüstana niyə qarşılanır, niyə qarşılanmır? Bu məsələni LÇB-yə kimi apara bilərik də, yəni desək ki, LÇB-nin özü də prinsipcə seçki institutunun mahiyyətinə inanmırdı. İndi təəssüf ki, indi belə gətirib, bizim eləyə biləcəyimiz bir şey yoxdur. Yəni, sadəcə olaraq bir gün inanmaq lazımdır ki, yəni, yaxşı olacaq. Yəni, o yaxşı olacaq günə kimi də, yəni, o bu, necə deyim, bu ümidi itirməmək. Yəni, bizim elədiyimiz əslində qalsa ümidi itirməməkdir də, yəni, Türkmənistan olmayaq deyə, Naxçıvan olmayaq deyə, belə uzaqdan gedir. Naxçıvan çevrilməyək deyə eləyirik bunları. Başqa heç nə yoxsa... Naxçıvanlaşmayaq. Naxçıvan əslində burada sadəcə olaraq %100%dir saxtalaşdırma. İndi bizdə qalan hissələrdə isə 97 tam neçə faiz, yəni yavaş-yavaş o sürətlə gedir proses. Gəlin Amerikan səsinin bir maraqlı rəy sorğusu olub, onu da eşidək. Sualına cavab verən Həsən Məmmədov Bakının Nəsimi rayonunda yaşayır. Bələdiyyənin rolunu qiymətləndirməkdən ötəri onların gərək o məramını mən oxuyam. Ancaq bir onu bilirəm ki, müəyyən bir işlərlə mən onlarla rastlaşmışam. Fəaliyyətlərini belə yerinə yetirirlər. Amma dərindən bu suala mən cavab verə bilmərəm. Məsələn, sizin rayonun bələdiyyəsinin sədrini tanıyırsınızmı? Kimdir? Hansı fəaliyyəti yadınızda qalıbdır? Xeyr, təmasda olmamışam. İntiqam Məmmədov iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür. O bələdiyyələrin fəaliyyətsiz olduğu fikrindədir. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bələdiyyələr haqqında bələdiyyələr fəaliyyətsizdirlər. Yəni öz işlərində məşğul olmurlar. Ərkinaz Məmməd Həsənzadə bələdiyyələrin Türkiyədəki kimi vətəndaşların həyatında aktiv rol oynamasını istəyir. Hal-hazırda gedirəm bələdiyyələrə səs verməyə, amma o ümidlə ki,
Bələdiyyələr öz işlərini yerinə yetirəcəklər. Hal-hazırda hiss eləmirəm sözün açığı, amma ki o ümidlə gedirəm ki nəsə olacaq. Çünki Türkiyəyə baxanda Türkiyənin bələdiyyəsi ilə bizim bələdiyyənin fəaliyyətində böyük fərq var. Çox istərdim ki, bax belə bizim gündəlik həyatımızda lazım olan tələbatları yerinə yetirsinlər. Bir də ki, mənə maraqlıdır, biz əgər mənzili pulu veririksə, çox maraqlıdır, bələdiyyə pulu da veririk. Nə eləməliyik, hansı düzdür, bax o sualı da bizim bələdiyyəyə vermək istəyirəm. Mövzunda Siz maraqlıdır, yəni adamlar heç tanımırlar bələdiyyə nümayəndələri, rəisi, rəhbəri kimdir. Sizin müşahidələriniz soruşmusunuzmu siz? Valla mən yapıcı müşahidəçilərdən soruşam ki, partiyanın sədri kimdir? Onu belə bilmirlər də. Yəni İlham Əliyevi tanımırlar ki, həm də yapın sədridir. Yapıcı müşahidəçi, bəli, komissiyada olan yapın müşahidəçi deyir ki, buranın rəhbərini soruşursunuz, yoxsa partiyanın sədri kim olduğunu bilmir. Və bu çox maraqlıdır. Yəni kənardan tutub gətirirlər də cəmaatı ki, get sadəcə olaraq iş kimi. Bir də şey də var, həvəs olmayandan sonra bu siyasət biraz kommersiya məqsədli olan bir şey deyil. Biraz insan özünün həvəsli olmalıdır. Yəni təəssüf ki, Azərbaycanda iqtidar yönümlü siyasətçilər də belə kommersiya məqsədli yanaşdıqları üçün heç onlar üçün maraqlı deyil ki, seçki nədir, siyasət nədir, bunun fəlsəfəsi nədən ibarətdir, ümumiyyətlə sədr nə olan şeydir, biz bura niyə gəlmişik. Maraqlı deyil, bilirlər ki, onsuz da axır əvvəl özləri qalib gələcəkdir. Qalan hər şey də simvolikdir. Onda rəqabətli mühit yoxdur. Səslərin sayılmasında nələr gördünüz? Səslərin sayılmasında heç nə görmədik. Necə görmədik? Məsafə var. Səsicilərlə, belə müşahidəçilərlə şeylərin arasında. Məntəqə sədrinin arasında. Qutunu açırlar, belə sayırlar. Bir də orada nəsə problem. Yaxın dur getməyə də imkan vermirlər. Lap yaxın getsən belə bir problem var ki, ümumi bələdiyyə seçkilərində 19 nəfərə kimi bir səs verə bilirsən. Gərək vərəqə qaldırsınlar, 19 nəfərdə tək-tək adlarını saysınlar. Məsələn, desin, bu vərəqədə filan kəslərə səs verib. Və bu da çox uzun bir məşəqqətli prosesdir. Yəni onu da eləsə bizim özümüzdə də sərf eləmir. Məsələn 300 dənə tutalım bülten var. 300-ünü də oturub tək-tək atsın və 19 nəfər oxusun. Həm vaxt gedir, həm mental sağlamlıq gedir. Zat ona görə seçkiləri müşahidə eləmək çətindir. Yəni ümumi bələdiyyədə prezident və parlamentdə ən azından daha rahatdır da. Vərəqə qaldırır, oxuyur, deyir ki, filan kəsə filan səs yazıldı. Ən əsas problem nədir? Seçki ilə bağlı sonda protokol verilməlidir və protokolun altında peçat imza olmalıdır. Hansı ki, o protokol ola bilər ki, sən məntiqədə qalib çıxmış olasan, sənin namizədin qalib çıxmış olar. Mən bayaqlar dediyim söhbətdə, yəni o 51% saxtalaşdıra bilməzlər də, 49% gəlməyən adamı saxtalaşdırırlar. Hətta deyək ki, hipotetik danışaq da, bəzən olur ki, nə qədər saxtalaşdırsalar belə yenə oponent qalib gəlir, tutalım. Onda da nə edirlər? Dairə seçki komissiyasında vərəqləri cırırlar, saxtalaşdırırlar. O Stalinin məşhur bir dənə sözü var, səsləri kimin verdiyi deyil, kimin saydığı önəmlidir. İndi o dairə seçki komissiyası elədir də, dairə seçki komissiyasında götürürlər, tutalım əlavə 1000 səs də yazırlar qarşı tərəfə. Ona görə əvvəlcədən gəlib protokol alasan ki, deyəsən ki, bizim dairədən qalibi, bu da bizim protokolumuz. O protokolu da vermirlər və ən böyük problem bu protokolların verilməməyidir. Verilmir protokol. Deyirlər ki, dairə seçki komissiyasından alarsan. Dairə seçki komissiyasından mən gəlib neyinirəm protokol alım? Zaten o protokolun məntiqi dairə seçki komissiyası ilə aramızdakı ziddiyyət həll eləməkdir. Yəni, belə bir şeylər var, problemlərimiz var. Yəni, seçki ilə bağlı o qədər problemlər var ki, necə deyim sizə. Adi, misal üçün, yeni nəsil şəxsiyyət vəsiqələrində qeydiyyat ünvanı yazılmış ki, bu hara qeydiyyat? Gərək, bir dənə aparat var, elə post terminal kimi soxurlar belə, oradan kağız çıxır. Ancaq o adam bilir. Gərək o adam dediyimizdə
məntəqənin əməkdaşı da belə deyil. Hı hı, hı hı. Seçki əməkdaşı. Gərək daima gözün onun aparatında olsun ki, biləsən ki, bu saxtadır ya yox. Hətta yəni mənim bir şansıma bir hadisə tuş gəldi. Deməli indi videosu da var kanalda, və öz səhifəmdə. Deməli yaxınlaşmışam bir qadından soruşuram, hara qeydiyyatçısınız? Qadın deyir ki, mən 20 ildir Nəsimidə yaşayıram. Və şeydə məntəqənin sədri də deyir ki, hə mən bu qadını tanıyıram da 20 ildir burada gəlir səs verir. De hətta siz inanmırsınızsa şey çıxardıb verirəm də, yəni o kağızı çıxardıb verəcəm ki, bura qeydiyyatadır. Mən də kağızı aldım əlimə. Baxıram ki, bu binəqədi qeydiyyat. Dedim, siz nə danışırsınız? İndi nətər 20 ildir ya burada səs verir. Bu insan Nəsimi qeydiyyatında deyil. Nə olsun Nəsimidə evi var, əmlakı var, burada yaşayır 20 ildir burada. Bu binəqədi qeydiyyatadır. Bu insan təsəvvür edin ki, təsadüfi bir şəkildə bildik ki, belə. Amma mənim bunu bilməyə şansım yoxdur. Niyə yoxdur? Çünki məndə o aparat yoxdur axı. Mən necə bilə bilərəm ki, bu insan bu hara qeydiyyatır? Bu birinci problem. Elə ilk başda bununla başlayır da elə problem. Sonra bilmirik ki, bu ultrabənövşəyi nə vururlar? Sprey vurduqlar, su vurur yoxsa sprey vurur? Onu da bilmirik. O qədər elə xırda problemlər var ki, yəni karuseli zadı qoyaq qırağa. Deyək, tutalım ki, hətta seçki demokratik və şəffaf keçir. Yenə belə biz bu problemlər həll olunmuraq, mən nə biləcəm ki, bu girib içəri səs verən insan haranın qeydiyyatındadır? Bəlkə tutalım da, mənim qohum əqrabamı yığmışam ki, gətirim özümə səs verdirim də. Hipotetik danışıram, ha. Hətta ən yaxşı şey deyim də sizə ki, tutalım. Total saxtalaşdırma yoxdur. Mən fərd olaraq seçkini saxtalaşdırmaq istəyirəm. Yəni namizəd olaraq saxtalaşdıra bilərəm də. Yəni Gürcüstanda təxminən buna oxşar bir şey olur da. Yəni Azərbaycanlıların və ermənilərin yaşadığı zonalarda elə saxtalaşdırırlar. Total Gürcüstanda seçki saxtalaşdırmırsa ancaq orada saxtalaşdıra bilirlər. Çünki balaca yerdir də. Ya bu da belə. O qədər problemlər var ki, Azərbaycan seçkisinə. Danış qurtarmır da, yəni. Yəni belə deyək də ideala çatdırıblar da. Əslində Məzahir Pənahov doğru deyir də ki, ideala yaxındır. Yəni biz belə başa düşürük ki, ədalətli azad seçki baxımından ona görə gülürük, amma öz aləmlərində yəni həqiqətən idealı təkmilləşdiriblər ki, necə etmək ki, səs sorağı çıxmasın, diqqət olmasın və s. Belə olmasaydı yəqin komissiyanın rəhbərliyini neçə ildir? 20 ildən artıqdır da komissiya. Yox, dəqiq 20 ildən artıqdır. 24 eləmi? Hə, çünki İlham Əliyevin birinci seçkisində artıq Məzahir Pənahov idi, bəli. Yəni bax indi biz seçkisiz bir dönəmə daxil oluruq da. Hər halda bu ab-havanı necə qoruyub saxlayacaqlar? Yəni sizcə təlimlər mi keçirəcək? Çünki indi təzə adamlar gəlir, təzə müəllimlər, təzə həkimlər və s. Bax bu davamlılığa necə nail olmalı sizcə? Yəni müxalifət başa düşmədim. Biraz seçkisiz dövrdə biz nə etməliyik? Yəni biz təkmilləşdiyini görmüşük də. Məsələn, bülletin alt paltarından çıxır, necə qutularda maxinasiya edirlər və s. və karusellərin təkmilləşdirilməsi. Yəni sizcə bunlar treninqlər mi keçir? Bax sizə nə məlumdur? Nə söhbətlərdən nə bunlar hamısı axı təsadüf ola bilməz. Yo, orada məsələ nədir? Bu əslində qalsa biz fikirləşdiyimiz qədər mürəkkəb bir qrup mexanizm yoxdur. Sadə bir şeydir də. Bir məktəbdə kollektivlər olur, bağçada kollektivlər olur da, indi qadın kollektivləri. Əsas indi müəllimə ona görə yadımızda saxlayırıq ki, çünki qadın kollektivi əsasən məktəbdə olur. Büdcə işçiləri də, bəli. Bunlar yığışırlar bir yerə. Deyirlər, biz bu dairələri gəzəcəyik. Gəzirlər, gəzdikcə də misal üçün. Gedir, imza, qol çəkir, atır. Bunun üçün xüsusi bir trening keçməyə icad belə lazım deyil. Burada ən əsas problem nədir? Bu seçki saxtalaşdırılmağı əslində qalsa iki ucu problemli bir şeydir. Çünki o seçkini saxtalaşdıracaq adam sən heç vaxt bilə bilməzsən ki, sənin lehivə saxtalaşdırır, yoxsa oponentivin lehinə saxtalaşdırırsan. Yəni, seçki saxtalaşdırmaq da, yəni demokratik bir situasiyada, yəni həqiqətən də bir xalqın bir hissəsi bir şəxsi istəyirsə, 51% həqiqətən də tutalım, hipotetik şəkildə bir insan istəyirsə, onu saxtalaşdırıb yenə də seçəcək. Yəni, sən o saxtalaşdırmada şey olmur. Mənim bir şey var, 2013-cü ildə Cəmilə Sənin seçki kampanyası dövründə, seçkisi dövründə. Yəni, mənim tanıdığım
bir neçə şəxs var ki, onlar həmin o karuseldə iştirak eləyirlər və İlham Əliyevin yerinə seçkini saxtalaşdırmayıblar, cəmləsənliyin yerinə saxtalaşdırıblar. Yəni bu seçki saxtalaşdırılmağı da əslində qalsa ona tam da bir çarə deyil. Çünki sən heç vaxt bilə bilməzsən kim üçün saxtalaşdıracaq, yaxud da ki, o dairə seçki komissiyasında oturan adam son momentdə nə qərar verəcək. Yəni bu bizim bu seçki sistemi elə bir sistemdir ki, yəni heç kim heç nəyə 100% şey verə bilməz. Yəni Cəmil Həsənlinin xeyrinə saxtalaşdırma deyirsiniz, karusel deyirsiniz. Yəni bunu Cəmil Həsənli mi təşkil edib, yoxsa ki bu adamlar direktor təşkil edib ki, misal üçün İlham Əliyevə gedin səs verin. Bu qadının da qabağında misal 30 dənə bülten götürüb hamısına Cəmil Həsənlinin adını quşlayıb, onsuz da bülteni atır da kim nə biləcək ki, o qutuda kimin adı. Cəmil Həsənlinin lehinə atır. Və yəni bu seçki saxtalaşdırılmalı. konkret tanıdığınız adamlar var, eləmi? Eşitdiyimiz adamlar var, bildiyimiz adamlar, hələ misal üçün gəlib hekayəsi bizə çatanlar var, çatmayan o qədər şey var. Yəni sən bu insanı, yəni bu insan Çox əla ideyadır. Həqiqətən olan sistem, olan mexanizmlə iştirak et. Sadəcə burada kiçik bir düzəliş et və salam. Sən onu hardan bilə bilərsən? Bu seçki prosesi elə bir şeydir. Bax dünənləri, bax belə həmişə indi polis dövləti deyirik də. Bax dünənləri azı 5 epizodda məni zəng edib polisə şikayət elədilər. Məntəqə sədri o dediyim o məntəqədə 10 dəqiqədən bir zəng edirdi ki, gəlin bunu götürün deyə imkan vermir işte. Polis yaxınlaşmadı. Yəni seçkidə heç polis belə yaxınlaşmır ki, nə görürsüz, görün bizə aidiyyəti yoxdur da. Yəni qutudan kim çıxsa odur. Yəni onlar da səfərbər olunmayıb da. Yəni onlar da fərqindədir ki, bu seçki məsəl üçün Osman qızı danışmır, azadlıq danışmır, nə bilim, azad söz danışmır və s. Yəni onlar da fərqindədir. Onlar hər şeyi izləyirlər ki, səfərbərlik yoxdursa cəmiyyətdə burax öz-özünə nə baş versin. Ölkədə 5000 dənə məntəqə var. Lap tutalım polisi səfərbər elədin. Hər məntəqəyə neçədən polis salacaqsan ki, qapısının ağzında dursun. Yəni o da mümkün deyil axı. 5000 məntəqəyə bu bilirsiniz nə deməkdir? 5000 dənə məntəqəyə heç kim nəzarət edə bilməz. Yəni əgər Yəni siz inanırsınızmı o məsələyə ki, əgər biz istəsək, bax cəmiyyət olaraq, nə bilim müxalifət olaraq, mətbuat olaraq həqiqətən də səfərbər eləyə bilərik və polis burada saxtakarlıq etmək iqtidarında deyil. Siz bunu fikri dəstəkləyirsiniz, mən belə başa düşürəm. Biz də demirəm, hətta 51% deyirəm. Ölkənin 51%-i bir insana inansın, o insanın seçilməmək imkanı mümkün deyil. Dünya tarixinin ən böyük çevrilişi xalq hərəkatı olaraq İran İslam İnqilabıdır. O 79-cu il İslam İnqilabı. Onda belə xalqın cəmi 10%-i meydana çıxıb şahı devirmişdi. Yəni mən burada deyirəm, 51%, ölkənin 51%-i istənilən bir adamı misal üçün beyninizdə kimsə tutun da indi seçsin. Yəni tankla keçsinlər. Bəşər Əsəd, necə deyim, xalqın üstünə qırıcı ilə bombaladı, zarin qazı atdı. Nə bilim Rusiyanın ordusunu saldı, İranın ordusu girdi. Ondan birisi də indi geopolitikaya girməyim, biraz o mənim sahəm deyil o qədər. Amma yəni adam 2 dənə dövlətin ordusunu saldı ki, ölkəsinə devrilməsin. Canım sənə insanların üstünə minamyot atırdı. Yəni mülki əhalinin üstünə şəhərlər var. O necə Suriya tarixindən danışmazsan, onların yer üzündən sildiyi şəhərlər var ki, səhv eləmirəmsə 80-ci illərdə bir Ata Əsədin dövründə bir region ayağa qalxır da, belə deyək. O regionu yer üzündən silib qırıcı təyyarə ilə dağıdıblar. Bu son 10 ildə baş verənləri demirəm. Yəni elə bir şey yoxdur. Ölkənin 51%-nin dəstəklədiyi adamı eləyə bilmir. Heç kimi gəlib seçkisini saxtalaşdırmaqla, Dubinka ilə zadla eləyə bilmir. Mümkün deyil o. Mən bilirəm ki, siz həm də dostlarınızdan da var, həbsxanada olan jurnalistlər və belə deyək də, amma buna baxmayaraq özünüz gəlirsiniz, iştirak edirsiniz, çəkirsiniz, göstərirsiniz və göstərirsiniz ki, əslində bir jurnalist belə nə ilə çəkirdiniz? Mobillə çəkirdiniz yoxsa kamera ilə? Əlində nə varsa da onunla çəkərək bir seçki ab-havası yarada bilir. İndi baxın, bu adam 1 yox, 5 olsa, 100 olsa necə böyük dəyişikliyə nail olmaq olur.